Vlog çəkək. Deməli, biz bugün Sabunçu bazarındayıq. Boşuna panika eləyib hər şey alıb gəlmişik. Burada hər şey var imiş. Buradan da ala bilərmişik. Bazarın içine geçenler birden de çok yaşamaya girdi. Birden de çok basit geldi. Ve bu yeri arda birbirine elbette yedirdi. Yəni ətrafda satılan şey istedim bilmiyorum. satılan şeylərin düzülməsinin heç bir ardıcıllığı yoxdur, heç bir məntiq ardıcıllığı yoxdur random şəkildə və nə satılan yerdən keçsən, onun qoxusu gəlir. Yerdə çox qəribə ardıcıllıqlar olur. Mən də müdür xahiş elədi ki, gəl bunları çarçıqına, optika bir ay işte. Sonra gəl şəhərdə adresiyon yeri. Yani milişdim bu. Это сложно стигматизм. Məkanda hamı sürahidə xüsusi alt tərəfdə.